Salamıram sizi yeni şəhsiniz, mən Cəmaləddin Mehdiyevdir, əzizləyicilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, Kazmi Tuayevin 85 illiyinə həsr olmuş futbol turnirində meydana mübarizə apar. Finalda demək Ulduz komandası rəqibi Vətən komandasıdır. Hər iki komanda uğurlar. Və indi tanıdacam ümumi heyəti. Ömər İskəndərli bir nömrə formada çıxış edir. 2 Muhammed Muharrəmli, 3 Cahid İsmailov, 4 Yuzasif Əskərli, 5 Hüseyn Süleymanlı, 6 Əhməd Verdiyev, 7 Tunar Əliyev, 8 Uğur Hüseyinli, 9 Hüseyn Dalivalov, 10 Zülfüqar Allahverdiyev, 11 Fərahim Kazımlı, 12 Əbdülxaliq, hal-hazırda komandanın qapısında dayanan Əbdülxaliq İbrahimli və indi 13 Namik Nəsibli, 14 Raul Həsənov, 15 Hüseyn Qurbanov, 16 Seyid Stamenko, 17 Oktay Ələkbərov, komandanın kapitanı da hal-hazırda, 18 Mehdi Əliyev və 19 Qəhrəman İsmailzadə. İndi qayda pozulub. Cərimə zərbəsi olacaq. Çox təhlükəli bir nöqtədən. Cərimə zərbəsi Hüseyn Süleymanlını görürük. Canlı sətdə dayanmağa gəlir və həmçində Zülfüqar Allahverdiyev canlı səddə dayanıb. İndi hal-hazırda komandanın kapitanı 17 nömrə futbolçu Oktay Ələkbərov, həmçinin də Tumar Əliyev. 4 nəfərdən ibarət canlı sədd. 17, 7, 8 və 11 nömrə futbolçu var. Canlı səddə zərbə və Əbdülxaliq İbrahimli yaxşı oynayır. Topu çıxarmağa çalışır. Sağ zanaqdan. Əla hərəkət. Gözəl gəldi Uğur Hüseynlidən. Amma davam etdirə bilmədi. İndi hücum şansı Hüseyn Süleymanlı. Geriyə ötürmə Əbdülxaliq İbrahimli. Hücum qurmağa çalışırlar. Ulduz komandası sol cinahdan gəldilər. Sağdan sola dəyişdilər. Yaxşı qəhrəman, yaxşı. Bir dən. Şvərov. Aferin, sakitcə bir dənə. Tunar Əliyev. Tunar. İkincini çalır və Tunar Əliyev. Burada qaydanı pozur. Hakimin qərarı bu yöndədir. Yaxşı, bravo. Mehdi səndir. Bir özündə Mehdi. Aferin. Resim var Uğur Hüseynidən. Geriyə ötürmə. Hüseyn Süleymanlı. Zərbə düşündü. Tunar Əliyev alınmadı. Əliyev sol cinahdan. Topu meydanda saxlamaq mümkün olmadı. Ulduz adına hələ ki aktiv görünən tərəf Ulduz komandasıdır. Dalivalov. Hə, qəhrəman, bir də. Güzarsın, sən niyə çıxırsan ki, qəhrəman oradadır? Mehdi bir dənə də, Mehdi. Yaxşı oynadı. Bitirmək istənilən kimi olmadı Uğur Hüseynlidən. Hücum şansı sol cinahdan davam edəcək. Burada Əhməd Verdiyev idi. Verdiyev Türüşmə Əfəndi və top meydanı tərk edib Ulduz komandasından tərk etdi. Mən hakimin qərarı ilə mütənasib düşdüm. Mənə elə gəlir ki, Vətən komandasından meydanı tərk edir. Yan xətdən Vətənlər daxil etməlidir. Hücum şansı. Ötürmə geriyə Hüseyn Süleymanlı. Var ötürməsi Fərahim Kazımlı. Amma Kazımlı ötürməsi istənilən kimi olmur və top meydanı tərk edir. Qapçı uğraşı. Vətən komandası top oyuna daxil etməlidir. Yaxşıydı Mehdi. Sıklaş, Mehdi, qəhrəman, sıklaşır. Pressing var. Ötürmə meydanı tərk edir. Cahid İsmailovun nəzarəti altında top meydanı tərk etdi. İsmailov özü top oyuna daxil edəcək. İsmailov geridə Əbdülxaliq İbrahimli. Sınaha yenidən İsmailova qaytarır Cahid. Top düz gəldi.
Oktay Ələşvərov, amma Ələşvərovdan topu alırlar. Tunar Əliyev. Uzun şansın qarşısı kəsilir. Hücum təhlükə ola bilər. Hüseynli vur, ötürmə alınmadı. Oktay. O da topu itirir öz növbəsində. Presinglər əladır, indi hücum şansı. Zərbə Oktay Ələkbərov və Tunar Əliyevin nəzarəti altında top meydanı tərk edir. Qaç. Standart vəziyyət Ulduzundur. Birbaşa yerindədir. Əmmar idi orada. Qarşısını kəsdi, hücumun qarşısını Vətən adına. Hücum şansı. Əhməd Verdiyev cinaha ötürür. Sürüşmə əfəndi, əlaydı. Cahid İsmailov. Cinahda kömək edəcəkdi, amma ondan öncə Zülfüqar Allah Verdiyev ələ ayaq yetirdi. Səhman verdi hücumun. Qarşısını kəsir. Yan xəttin topu oyuna daxil etdilər. Rus komandası topu orluyor. Sol cinahdan əla gəlirlər. Tunar. Alınmadı hücum, amma davam edəcək. Ulduz adına əla keçdi. 2 rəqibini qapı ağzını ötürmə düşündü. Şimdi bu. Hüseyin Süleymanlıydı mı? Hüseyin Süleymanlı değildi. Cahid İsmailov idi. Bəli, Cahid İsmailov. Əliyev. Ağzını ötürmə. Burada Oktay Ələkbərov. Əbdülxaliq İbrahimli. İbrahimlinin nəzarəti altında top meydanı tərk edir. İbrahimlinin özü top oyuna daxil edəcək. Əbdülxaliq İbrahimli. Daxil etdi. Əhməd Verdiyev. Tunar Əliyev istiqamətində alınmır. Gəl qəhrəman, gəl özün gəl. Topla gəl. Afərin. Hüseyin Süleymanlı. Başını aldı bax. Süleymanlı. Qaydanı pozur Hüseyin Süleymanlı. Tunarla yeri dəyiş. Məsafə kifayət qədər böyükdür. Canlı səddə isə yalnız Fərahim Kazımlını görürük. Canlı səddə ehtiyac olmur. Tunar Əliyev. Tunar. Pressing edir. Əhməd Verdiyev. Qapağısını ötürmə. Qarşılayan var. Cahid İsmailov. İndi Ulduz komandası əks hücuma çıxa bilər. Alınmadı. Hücum şansı. Əla gəlirlər və burada ayağından uğurladılar Fərahim Kazımlının. O meydandan çıxardılar. Gün zərbəsi olacaq. Zərbə düşündü, ayağına oturmur. Bundan sonra dəyişərik. Hüseyin Süleymanlı. Hüseyin Süleymanlı geriyə. Əbdülxaliq İbrahimli. Neden Süleymanlı'yı ötürür? Hüseyin. Əla gördü komanda yoldaşını. Burada Zülfüqar Allah Verdiyevi. Zülfüqar öz növbəsində Oktay Ələkbərova ötürür. O da öz növbəsində Uğur Hüseynliyə. Əla gəlirlər və gün zərbəsi qazandı. Fərahim Kazımlının qapı ağzına ötürməsi var idi. Standart vəziyyət yerinə yetiriləcək. Uğur Hüseynli. Uğur. Bazını ötürmə. Zərbə lazımdır burada. Yerinə də yetirdi. Zərbə Fərahim Kazımlı ama. Çok yaxşı oynadı.
Açmağa çalışır. Sürü, Oktay. Kalk lan beni. Merak edir. Danış Hüseyin ya. Süleymanlı nəzarəti altında. Talibalov, Talibalov dəş onu. Bura bax. Bərəm istə. Gözlə. Hani daxil edildi. Hücum şansı var idi Zülfüqar Allahveriyev az öncə nəzarəti gücləndirdi müdafiədə belə deyək. Hüseyin Süleymanlı ötürməsi düşündü, alınmır. Süleymanlı daha bir ötürmə. Tunar Əliyev kapitanını görür. Tam da öz nəvəsində ötürməsi deyil. Dəqiq oldu. Yaxşısan Qurbanov. Talibalov, hara gelsən? Talibalov, stoper oynayırsan. Bizim şansı və indi Tunar Əliyev idi. Əliyev etiraz edir hakimə, amma hakim ondan topu meydanı tərk etdiyini dedi. Hər halıyla komandasında top Saytdən, aferin. Əliyə. Bir dənə yaxşı Qurbanov. Tunar Əliyev. Tunar. Bura bax, Talibalov. Amma sığıla bilmədi rəqibindən. Bağısına Bakçı yaxşı oynadı. Yaxşı gəldi. Əhməd Verdiyev idi az öncə ötürməni edən. Uzun şansı. Duman çalışır. Süleymanlı. Hüseyinli. Yaxşı nöqtədəydi. Ötürmə. Zülfüqar Allahverdiyev. Verdiyev. Allahverdiyev irəliyirdi. Top ondan aldılar. Uzun şansı. Oktay Ələkbərov. Həmin cinaha şığıyır. İndi Tunar Əliyev və mani oldu. İmkan vermədi. Meydanı tərk edib indi. Pressing var. İbrahim Kazımlı. Az öncə pressingi yerinə yetirir də digər ki. Sonra Uğur Hüseynli. Uğur. Tüm edə bilər. Ara ötürməsi düşünləndir, amma gəlmədi. Çox əla oynadı müdafiədə. Əhməd Verdiyev. Oktay Ələkbərov qapı ağzına ötürmə. Sınaqdan. Bir dənə də orada sıxırır. Aferin uşaqlar. Var və top meydanı tərk edib. Aferin ağıllı. Karan Kazımlının pressingi işe yaradı və rəqibi səhvə yol verir. Burada Hüseyin Süleymanlı. Hüseyin. Geriyə ötürmə. Cahid İsmailov. Əhməd Verdiyev. Əhməd. Tunar Əliyev. Əhməd Verdiyevdən qəbul etdi və indi top meydanı tərk edir. Yan xəttdən Ulus komandası topanı daxil etdilər. Uzun şansı. Ayak qoyan var. Ayak üstü oynadı. Kərim var, o nədir elə? Əla gəldi. Ələkbərov. Bəli, oyun bitir. Bu oyunda penaltilərə yollanır. Penaltilərdən yenidən məhsul olacaq. Penalti zərbələrinin finalın. Penalti zərbələrinin ilk ifaçısı İsmailov gəlir. İsmailov hara göndərmişdi amma dirək. Problem yoxdur, gəl, canı sağ ol. Dirək üzülür. Amma Əbdülxaliq İbrahimli qapısındadır. Əbdülxaliq İbrahimli. Onun üstünə çox böyük məsuliyyət düşür. İbrahimli.
Qapısına diqqət edib. Fit verilir. Abdülhalik İbrahimli penaltini tutur. Zahid İsmailova. O penalti zərbəsinin boşa təzəlmədiyini, mən burada olduğunu deyil. Və indi Əliyev gəlir. Tumar Əliyevə qol. Top tordadır. Tumar Əliyev ulduz hesabda irəli keçir. Vurumlayan penalti qapıcı Abdülxaliqin seyfi və indi penalti irəli keçmək psixoloji üstünlüyə malik deyir Abdülxaliq. İbrahimli qapısında diqqətlidir. Abdülxaliq qapıyor. Zərbə və top çöldə. Sonuncu penalti. Ulduz bu penaltini kapitana tapşırırlar. Gəminin sükanını kapitana tapşırarlar deyirlər. Oktay Ələkbərov gəlir. Bu penalti yerinə yetirilsə ulduz çempion olur. Yox, əgər ki bu penalti yerinə yetirilməsə, düzgün yerinə yetirilməsə, olanıq növbəti penaltinin qərarına. Oktay! Oktay və qol! Bəli, bitdi. 3 penaltiden ibarətdirsə, artıq bitib. Yox, 5 penaltisi davam edirik. Bəli. Bitdi. Ulduz komandası çempion olur. Abdülxaliq İbrahimlinin qəhrəmanlıq sənnaməsi ilə bu çempionluq. Sonuncu penaltini kapitan əla yerinə yetirdi. Oktay Ələkbərov əla yerinə yetirdi. Ulduz komandası Kazbetulayevin 85 ilinə olmuş bu turnirinin çempionu oldular və biz onları təbrik edirik, uğurların bol olmasını arzu edirik. Reportajı da bitiririk. Reportaj boyunca şərhçimiz mən Cəmaləddin Mehdiyevidir. Sağ olun, salamat qalın. Ən əsas, ən dəyərlisi, ən vacibi, ən gəlirlisi bax budur.